xoş gördük hər birinizi, hörmətli müəllimlər. Mən bugün sizə baza suallar sınaq qrupumuzdan inteqrasiyaya aid olan bir situasiyanın izahını verəcəm və bilirəm ki, müəllimlər imtahanda ən çox inteqrasiyadan çətinlik çəkirlər. İnteqrasiya imtahana ixtisasa uyğun situativ suallar formasında düşür. Əvvəlcə onu qeyd edim ki, bu tipdə situasiyalar daha çox işləmək istəyirsinizsə, Edu-Curriculum Elnurə Kamranlı YouTube, Instagram və TikTok kanalımıza abunə ola bilərsiniz. Gəlin situasiya ilə tanış olaq. Situasiyada deyir, sizin sinifə məktəb tədbirini təşkil etmək tapşırılmışdır. Sizin bütçədən kənara çıxmamaq şərti ilə müxtəlif xərclər, səhnənin bəzədilməsi, müxtəlif avadanlıqların hazırlanması və s. üçün vəsait ayırmağınız tələb olunur. Yəni, bunun üçün vəsait ayırmalısınız. Və burada da bizə deyir ki, inteqrasiyanın növünü tap. Yəni, biz burada müəyyən etməliyik ki, söhbət hansı inteqrasiyadan gedir. Gəlin əvvəlcə situasiyanın bir təhlil analiz edək. Yəni, situasiyada bizdən nə soruşur? Bizim bütçəmizdən danışır, yəni bütçə məsələsi var. Müxtəlif xərclərimizdən danışır, yəni və ayıracağımız vəsaitimizdən danışır. Baxın, situasiyada heç bir fənnin adı çəkilmir. Sadəcə hər hansı bir problemli situasiyadır, heç bir fənnin adı çəkilmir. Gəlin başlayaq birinci fənlərarası inteqrasiyada. Fənlərarası inteqrasiyada ən azı iki fənnin xüsusiyyəti öz əksini tapmalıdır. İki fənni biz əlaqələndirməliyik. Və bizim bu situasiyada da heç bir fənnin adı olmadığı üçün, heç bir fənnin bir-biri ilə əlaqəsi olmadığı üçün biz deyəcəyik ki, bu situativ testdə fənlərarası inteqrasiyaya aid heç bir məqam yoxdur. Ona görə harada fənlərarası varsa, onun üzərinə xətt çəkəcəyik. 3 dənə variantımız getdi. Daha sonra, gələk fəndaxili inteqrasiya. Fəndaxili inteqrasiyada da fən əsas götürülür. Bir şagiludur, digəri üfüqidir. Üfüqidə məzmun xəttləri arasında əlaqə var. Baxın, üfüqidə bir məzmun xətti varsa, biz bunu üfüqi deyə bilmərik. Ən azı 2 məzmun xətti olmalıdır. Və situasiyada baxırıq ki, burada heç bir məzmun xəttlərindən söhbət getmir. Ona görə də biz bu inteqrasiyada üfüqi inteqrasiyanı qoyuruq kənara. Şaquli inteqrasiya nədir? Şaquli inteqrasiyada əvvəl keçdiyimiz mövzuları əlaqələndirik, bir növ şagirdlərə xatırladırıq. Buna da siniflər arası standartların əlaqəsi deyirik. Yenə də situasiya nəzər salsaq görürük ki, bu situasiyada heç bir siniflər arası standartların əlaqəsi yoxdur. Fən daxilini də üzərindən xətt çəkirik. Deməli qaldı fənüstü inteqrasiya. Doğru cavabımız fənüstü inteqrasiyadır. İndi gəlin görək ki, nəyə görə məhz cavabımız fənüstü inteqrasiyadır. Çünki bu situasiyada fən qalıb ikinci planda. Yəni, birinci planda problemdir və bu problemli situasiyada real həyatdan götürülmüş bir problemdir. Yəni, burada bizim müxtəlif xərclərimiz, bütcəmizdən, vəsaitimizdən söhbət gedir. Yəni, bu problemlər, bunları biz yalnız sinifdə deyil, real həyatda da istifadə edirik. Bütcədən, müxtəlif xərclərimizdən, vəsaitimizdən. Ona görə də, yəni bu situasiyada fən qaldı ikinci planda, önə çəkildi problem həlli. Və yadımızda saxlayaq, əgər situasiyada problem həlli önə çəkilirsə və xüsusən də real həyatdan götürülmüş məqamlarla bağlı problem həlli ortaya qoyulursa, biz buna deyəcəyik fənüstü inteqrasiya. Bax, bu qədər sadə. Və onu da qeyd edək ki, hal-hazırda sınaq qruplarımıza qeydiyyat davam edir, həm ixtisaslar üzrə, həm də metodika üzrə, yəni müxtəlif tipli situativ sınaq imtahanlarımıza iştirak edə bilərsiniz. Sınaq imtahanlarımız MİQ və sertifikasiya imtahanına kimi qeydiyyat davam edəcək. Bu qədər, hörmətli müəllimlər.